mən necə edə bilərəm ki, kombimin qaz sərfiyyatı az olsun? Bir çoxlarımıza məlum olduğu kimi evlərimizdə istifadə olunan kombi çox vaxt bəzi istifadəçilər axşam kombini söndürür və yaxud səhərə yaxın qalxır, kombini yandırır, dərəcəni qaldırır yuxarı ki, o evi qızdırsın. Bu tamamilə yəni artıq biz qaz sərfiyyatı etmiş olmuruq. Çünki niyə? Evin temperaturunu biz eyni temperaturda saxlaya bilmədiyimizə görə söndürürük, ev soyur və yenidən evin qızması üçün kombimizin dərəcəsini artırırıq. Beləliklə kombimiz maksimum rejimdə işləyir və bizim o ekonom etdiyimiz qaz sərfiyyatı orada biz itiririk. Çünki kombimiz maksimumda işləyir. Əgər biz kombimizin temperaturunu azaltsaq, dərəcəni minimuma qoysaq, minimum dərəcədə işləyərsə, əmin ola bilərsiniz ki, qaz sərfiyyatında biz qabağa düşəcəyik. Çünki sonradan kombini qoyuşub maksimumda işlətmək bizim üçün qaz sərfiyyatına artıq qaz sərfiyyatının işlənməsinə səbəb olur. Və yaxud 1 saat işlədib 2 saat söndürmək, 3 saat sonra yenidən qalxıb vurmaq. Beləliklə yəni biz ekonom etmiş olmuruq. Əmin ola bilərsiniz ki, bunun yerinə siz kombinizi minimum dərəcəyə qoyun. Beləliklə siz qaz sərfiyyatı etmiş olacaqsınız.